Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina ve nebiyyina Muhammed ve alihi tahirin. La en-nafiyetu lil cinsi fihi ahade aşere bahsen. Tarifu la en-nafiye lil cins ma'na la el-fergu beyne la en-nafiyeti lil cinsi ve la il-muşebbeheti bileyse. شروط عمل الله النافية للجنس أقسام الله النافية للجنس إعراب اسم الله حذف الاسم والخبر أقسام الخبر إعراب اسم الله إذا تكررت إعراب الاسم المعطوف ve إعراب النعت اسم الله. Elhamdülillah keçən bəslərdə nəvasixə aid olan bəhsləri yetişdirdiyi bu məsələyə ki, axırıncı la-in nafiyyəti lil-cins. Əf'al-ı naqisəni oxuduq, əf'al-ı müqarəbəni oxuduq, huruf-u müşəbbihəti bil-leysəni oxuduq, huruf-u müşəbbihəti bil-fiili oxuduq. Nəvasixdən axırıncısı la-in nafiyyəti lil-cinsdir. O la-dan danışacaqdır, bir dənə hərfdir bu, o nəf eləyir cinsi. La-in nafiyyəti lil-cinsdə buyurur ki, 11 dənə bizim bəhsimiz olacaq. La-in nafiyyənin tərifi, la-in nafiyyə cins. La-i nafiyə cinsin mənası, la-i nafiyə cinslə la-i müşəbbihə bileysənin arasında olan fərq, la-i nafiyə cinsin əməl etməyinin bir neçə şərtləri, la-i nafiyə cinsin qismləri, la-i nafiyə cinsin isminin eyrabı, isim və xəbərinin həsb olması, xəbərinin qismləri, la əgər təkrar olunarsa onun isminin eyrabı, və ismi ki mətufdur la-i nəfi cinsin isminə onun eyrabı və başqa bir məsələdir ki, inşallah bir-bir oxuyacaq. La-i nafiyə lil cinsin əvvəl tərifi. La-i nafiyə cinsin tərifi bundan ibarətdir. Buyurur ki, la-i nafiyə lil cins innənin əməli kimi, yəni huruf-u müşəbbiyyətil bil fiilin əməli kimi əməlidir. Necə innə, ənnə, kəənnə, yəni huruf müşəbbiyyətil bil fiil mübtəda və xəbərə daxil olurdusa, la-i nafiyə cins də mübtəda və xəbərə daxil olur. Necə innə və əxəvat-ı innə mübtədaya nəsb verirdi, özünə isim götürürdü, xəbərə rəf verirdi, özünə xəbər götürürdü, la-i nafiyə cins də belədir. Eynən əf'al huruf müşəbbiyyətil bil fiil kimi. Mübtəda və xəbərə daxil olur, mübtədaya nəsb verir, özünə isim götürür, xəbərə rəf verir, özünə xəbər götürür. Və la-i nafiyə cinsində ismi eynən innənin ismi kimi musnədün ileyhdir, xəbər də musnəddir. Misal, la ikrahə fid-dini, ya la rəculə fid-dari, la ikrahə fid-din Quran ayəsidir. La nafiyyətil cins, ikrahə onun ismidir, fid-dini də cari məzrurdur, mütəəlləqdir məhsufa, onun həqiqətə xəbəri məhsufdur. İnşallah oxuyacaq ki, la-i nafiyə cinsin bəzən xəbəri məhsuf ola bilər. Həqiqətdə belə la ikrahəm qainun fid-din, dində heç ikrah yoxdur. Pəs la-i nafiyə cinsin tərifi bundan ibarətdir. La-i nafiyə lil cins elə bir hərfdir ki, innəyə oxşayır, innə kimi. İnnə deyənin huruf müşəbbətə bil fiil kimi. Mübtəda və xəbərə daxil olur, mübtədaya nəsb verir, özünə isim götürür, xəbərə rəf verir, özünə xəbər götürür. Və bunların da ismi müsnədün ileyhdir, xəbəri də musnəddir. Bu, la-i nafiyə cinsin qısa tərifi. Amma la-nın öz mənası nədən ibarətdir? Yadınızda olsa, la-i müşəbbihədə bileysə də demişdir ki, eynən məna və əməl baxımından leysə kimidir. La-i nafiyə ilə, la-i nafiyə cinslə, la-i müşəbbihədə bileysənin arasında həm məna baxımından fərq var, həm də əməl baxımından fərq var. La-i nafiyə cins rəf'ul nəsbul isim, rəf'ul xəbərdir. Amma la müşəbbihədə bileysə onun əksinədir. Pəs əməl baxımından fərqləri vardır. Amma əsasən burada la-nın mənası ilə, la müşəbbihəti bileysi ilə, la nafiyə lil cinsin məna baxımından da fərqi vardır.
buyururlar ki, la, hansı ki biz bəhs edirik, nafiyyəli cinsdir, cinsi nəfi eləmək üçündür. Necə yəni? Yəni onun vasitəsilə ümumi şəkildə mahiyyət bir şey nəfi olunur. Yəni əgər sən desən ki, la rəculə fiddari, evdə heç bir kişi yoxdur, yəni mənası bu, nə bir dənədir, nə 5 dənədir, nə 10 dənə, heç cinsi rəcul evdə yoxdur. Amma müşəbbihəti bileysə də belə deyil, cinsi nəfi eləmir. Orada bir kişinin olmağını nəfi eləyir. Ola bilsin bir neçə kişi olsun. Sən vaxtı ki deyirsən la rəculə fiddar, yəni heç cinsi rəcul nə 1, nə 3, nə 5 artıq yoxdur. Amma əgər la müşəbbihəti bileysə olsaydı, məsələn belə əgər desəydin ki, la rəculun, la rəculə deyil, la müşəbbihəti bileysə rəf verir ismə. La rəculun fiddarı desəydin, mənası budur ki, bir kişi evdə yoxdur. Ondan sonra deyə bilərsən, məsələn, la müşəbbihəti bileysədən sonra deyə bilərsən, la rəculun fiddarı, evdə bir kişi yoxdur, bəl rəculanı, bəlkə iki kişi vardı. Amma la nəfil cinsindən sonra bu sözü deyə bilməsən. Vaxtı ki, la rəculə fiddar, yəni heç bir kişi yoxdur. Əgər desən bəl rəculanı, əvvəlki sözü ziddinədir. Bəs bu fərqlərə diqqət edək. La nafiyə cinslə la müşəbbihəti bileysə arasında həm əməl baxımından, həm məna baxımından fərq vardır. La'nın la müşəbbihəti bileysə, leysə kimi əməl edir, amma la nafiyyəli cins innə huruf müşəbbihəti bil fiil kimi əməl edir. Tam leysənin əksinə. Bu əməl baxımından. Məna baxımından da la nafiyyəli cinsi nəfi eləyir. Heç bir mahiyyətin orada olmamağın inkar edir. Vaxtı ki deyirsən la kitabə indi, yəni heç bir kitab yoxdur mənim yanımda. Amma müşəbbihəti bileysə də bir dənə kitabın olmamağını nəfi eləyir. Ola bilsin bir neçəsi olsun. Məsələn, əgər demək istəyirsən ki, mənim yanımda bir dənə kitabı yoxdur, bəlkə bir neçə dənə kitab var, orada la müşəbbihəti bileysədən gərək istifadə eləyəsən. Deyəsən, la kitabə indi, la kitabunu indi. Mənim yanımda bir kitab yoxdur, bəl kitaban, bəli kutubun, bəlkə mənim yanımda 2 dənə kitab var, bəlkə mənim yanımda çoxlu kitablar var. Amma la-i nafiyyəli cinsdə deyə bilməzsən, la kitabə indi, yəni heç bir mənim yanımda bir kitab yoxdur. Bu da la'nın, la-i nafiyyəli cinsin mənası. Amma la-i nafiyyəli cinsin əməl etməyinin 3 dənə əsas şərti var. Buna biz diqqət edək. Bu 3 şərt əsasında la-i nafiyyəli cins əməl edə bilər. Birinci şərt budur ki, la-i nafiyyəli cins əməl etmək üçün gərək ondan əvvəldə cər hərfi gəlməsin. Əgər cər hərfi gələrsə, mənası qalacaq. Məna qalacaq, amma əməl eləməyəcək. Bizim bəhsimiz la-i nafiyyəli cinsin əməlinin şərtlərindəndir. Əgər əməl etmək istəyirsə innə kimi, huruf müşəbbihəti bil fiil kimi, birinci şərti budur ki, hərfi cər ondan qabaq gəlməsin. Əgər bir nəfər belə desə, ci'itu bilazadin. Ci'itu bilazadin, la'dan qabaq birdən ba gəldi. Çünki bilazadin oldu. La əməl eləmədi, ba gəldi, cər verdi. Bu misalda la artıq əməl eləməyəcək, amma mənası öz yerində qalacaq. Bu surətdə həqiqətdə la-i nafiyyədir, amma əməl eləməyəcək. Bəlkə la-i nafiyyə mühməl deyirlər buna. Bu birinci şərt. Bəs birinci şərti la-i nafiyyəli cinsin əməlinin birinci şərti budur ki, la-i nafiyyəli cinsdən əvvəl cər hərfi gəlməsin. Bu birinci şərt. İkinci şərt. İkinci şərt budur ki, la-i nafiyyəli cinsin həm ismi, həm xəbəri hər ikisi nəkir olmalıdır. Hər ikisi nəkir olmalıdır. Əgər hər biri mərifə olarsa, əməl eləməyəcək. Buna diqqət edək. Əlbəttə, bu şərt şeydə də var idi. La-i müşəbbihəti bileysədə də var idi. Amma burada da şərtdir. La-i nafiyyəli cinsin əməlinin ikinci şərti budur ki, gərək həm ismi, həm xəbərin olsun, nəkir olsun. Bu ikinci şərti. Üçüncü şərti budur ki, ən la yəfsula beynə la və ismihə. La ilə onun ismi arasında gərək nə olmasın? Fasilə düşməsin. La'nın əməl etməyinin üçüncü şərti isə budur ki, gərək la ilə onun ismi arasında heç bir fasilə düşməsin. Əgər fasilə düşərsə, əməl etməyəcək. Bu üç şərt əsasında la-i nafiyyəli cins əməl edəcək. Birinci budur ki, la'dan qabaq cər hərfi gəlməsin. La'nın həm ismi, həm xəbəri hər ikisi nəkir olsun. Və la ilə onun ismi arasında fasilə düşməsin. Fasiləyə mən bir dənə misal vurum. Baxın, gərək belə olsun. La rəculə
fiddari. Amma əgər belə olsa, la fiddari rəculun. La fiddari rəculun olanda artıq görürsən la əməl eləmədi rəculdə. Çünki fiddarı orada fasilə düşür. Həmçinin mərifə də olsa əməl eləməyəcək. Əgər la rəculə fiddar deşiydin, olar. Amma əgər dedin la zeydun fiddar, la zeydun fiddarda artıq burada la nafiyə cins olmayacaq, yəni əməl etməyəcək. Hətta bəziləri buyururlar ki, bəziləri deyir, yəni bu da vardı, kitabda da işarə olunub ki, əgər la nafiyə cinsin ismi mərifə olarsa və yaxud da onun ismi ilə la'nın öz arasında fasilə düşərsə, burada iki dənə la, başqa bir dənə la da artırılmalıdır. La təkrar olunacaq, belə olmadı. La zeydun fiddari və la əmrun. Və la fiddari rəculun və la imrəətun. Baxın, həm fasilə düşəndə, həm la'nın ismi mərifə olanda başqa bir dənə la da artırılmalıdır. Bu da la-i nafiyə cinsin əməl etməyinin şərtləri. Başqa bir bəhsi də oxuyaq, sonra tətbiq edək. La-i nafiyə cins barəsində başqa bir bəhsdə la-i nafiyə cinsin isminin qismləridir. Diqqət edək, la-i nafiyə cinsin ismi bəzən müfrəd olur. Burada yadımızda saxlayaq, müfrəddən məqsəd, yəni muzaf və şibhi muzaf deyil. Yəni burada təsniyə və cəmi müqabilində deyil, cümlənin də müqabilində deyil. Bəlkə demək istəyir ki, la-i nafiyə cinsin bəzən ismi müfrəd olur, yəni muzaf olmur, şibhi muzaf da olmur. Bəzən muzaf olur, bəzən də şibhi muzaf olur. Buna diqqət edək. La-i nafiyə lil cinsin isminin 3 dənə qismi var. Bəzən müfrəd gəlir, misallarda vurduqda la rəculə fiddari. Burada müfrəddir. Müfrəddir, yəni nə? Müfrəddir, yəni muzaf deyil, şibhi muzaf da deyil. Məna budur. Nəinki təsniyə deyil, cəm deyil. Təsniyə də ola bilər. Təsniyə də olsa, cəm də olsa burada müfrəd hesab olunur. Yəni çünki burada məqsəd müfrəd. Çünki yadımızda qalsın, mən keçən dərslərdə də işarə eləmişdim. Müfrəd bəzən təsniyə və cəmin müqabilindədir. Müfrəd bəzən cümlə və şibhi cümlənin müqabilindədir. Müfrəd bəzən də muzaf və şibhi muzafın müqabilindədir. Burada muzaf müfrəd deyəndə yəni muzaf deyil və şibhi muzaf deyil. Ola bilər nə olsun? Təsniyə və cəm də olsun. Bəs la-i nafiyə lil cinsin ismi bəzən müfrəd ola bilər, yəni muzaf və şibhi muzaf olmaz. Bəzən muzaf ola bilər, bəzən də şibhi muzaf ola bilər. Burada özü məna eləyir. Burada müfrəd deyəndə məqsəd qeyri-muzafdır və şibhi qeyri-müşəbbihə bi muzafdır. Bu surətdə təsniyə də ola bilər, cəm də ola bilər. Buyurur ki, əgər müfrəd olarsa, 3 qism oldu da, la-i nafiyə lil cinsin ismi 3 qismdir. Bəzən müfrəddir, bəzən muzafdır, bəzən də şibhi muzafdır. Əgər müfrəd olarsa, onun hökmü budur ki, məbni bər fəthi olacaq. Məbni bər fəth həqiqətə nəsb əlaməti ilə məbni olacaq. Bəzən fəthə olacaq, bəzən kəsrə olacaq. La rəculə fiddar, məsələn, burada fəthədir. Məbni bər fəthdir. Bəzən kəsrə olacaq, məsələn, cəm olarsa. La cahilati muhtərəma. Cahillər möhtərəm deyirlər. Bəzən yanla olacaq. La rəculəyni. Diqqət elə, burada təsniyədir, amma eyni zamanda müfrəddir. Necə yəni təsniyə dediyi zaman, yəni burada müfrəddən məqsəd, yəni muzaf deyil, şibhi muzaf deyil. Buna diqqət edin. Biz ki deyirik burada la'nın ismi müfrəddir, yəni muzaf və şibhi muzaf deyil. Amma təsniyə də ola bilər. Burada təsniyəyə müfrəd deyilir. Amma hansı mənada? Muzafın müqabilində. Həmçinin və la müctəhidinə məhrumun. Burada da la nəfil cinsdir, onun ismi müfrəddir. Axı cəmdir. Bəli, cəmdir. Biz ki cəmə ki müfrəd deyirik, yəni müfrəddir, yəni muzaf deyil bu mənada. Muzafla da şibhi muzaf da məlumdur. Muzafdan məqsəd budur ki, özündən sonrakına izafə olsun. Məsələn, la qulamə rəculun fiddar. Şibhi muzafda o şeydir ki, ondan sonra bir şeyə müttəsil olur, onun mənasını tamamlayır. Şibhi muzafın mənası, zabitəsi budur ki, özündən sonrakında gəlsin əməl eləsin. Özündən sonrası bəzən onun faili ola bilər, bəzən naibi faili ola bilər, bəzən məfulun bihi ola bilər, bəzən zərf ola bilər, bəzən cari məcrur ola bilər. Bunların hər birinə misal vuracaq. Bunu nə üçün dedi? Əgər la-i nafiyə cinsin ismi muzaf olarsa və yaxud da şibhi muzaf olarsa, burada mö'rəb olacaq bi i'rabi nəsb. Bəs buna əsasən la-i nafiyə lil cinsin ismi ya müfrəddir, yəni muzaf və şibhi muzaf deyil.
Əgər müfrəd olarsa biz deyirik ki, o məbni bər nəsb, bər əlaməti nəsb. Nəsb əlaməti üzərində məbni olacaq. Bəzən fəthi ilə la rəculə kimi. Bəzən kəsri ilə la cahilati muhtərəmat. Bəzən ya la rəculeyni, məsələn, fiddar. Və la müctəhidinə, məsələn, məhrumun. İlə axiri. Pəs, əgər la inafiyə cinsin ismi müfrəd olarsa, bu surətdə məbni bər əlaməti nəsb olacaq. Bəzən də muzaf olar, bəzən şibh muzaf olar. Muzaf və şibh muzafda artıq nəsb olacaq. Məsələn, la qulamə rəculun fiddari. Buranı oxuyaq. Tərif la innafiyyət lil cins. La innafiyə cinsin tərifi. Və hiyə tə'məlu əmələ innə. La innafiyə cinsin. La nafiyə cins əməl edəcək innənin əməli kimi. Tədxulu ələl mübtədəi vəl xəbəri. Mübtəda və xəbərə daxil olar. Fətənsibul mübtədəə, mübtədaya nəsb verər və yusamma ismən laha. Mübtədaya nəsb verəcək, özünə isim götürəcək və tərfəul xəbərə, xəbərə rəf verəcək və yusamma xəbərən laha, onun xəbəri adlanacaq. Fə ismuha huvəl musnədun ileyhi vəl xəbər huvəl musnədu bə'də duxuliha. Buyurur ki, la inafiyil cinsin ismi musnədin lehdir, xəbəri musnəddir, la inafiyil cins daxil olandan sonra. Nəhu qulu təala la ikrahe fiddin. Mə'nə la, la'nın mənası. Buyurur ki, ənnaha təkunu nəssən əla nəfyil cins. La'nın mənası budur ki, la olacaq nəs, bu da təsrih. Yəni açıq, aydın şəkildə cinsi nəfi eləməyə dəlalət edir. Necə? Belə ki, bi ən yuradə biha nəfyül cinsi nəfyən ammən. Onun vasitəsilə iradə olur cinsi və həqiqəti nəfi eləmək ümumi surətdə. Fəizə qultə la rəculə fiddar, vaxtı ki sən deyirsən la rəculə fiddar, burada la kanəl məna belə olacaq, leysə fiyhə əhədun minər rical. Kişilərdən bir nəfər də yəni orada yoxdur. Hətta bir nəfəri də yoxdur. La vahid və la əksər, nə biri, nə çoxu. Bu la'nın mənası və tərifi. Əl-fərqu beynə la innafiyə lil cins və la əl-müşəbbəhəti bileysə. La innafiyə cinslə la müşəbbəhəti bileysən arasında olan fərq. Əl-fərqu beynə la fi la rəculə fiddar və beynə la əl-müşəbbihəti bileysə fi la rəculun fiddar. İki dənə misaldır. La rəculə fiddar, bu deyir ki, la inafiyə lil cinsdir. Bir dəfə deyirsən la rəculun fiddar, burada müşəbbihəti bileysədir. Bu iki la'nın arasında olan fərq budur ki, fissani la təkun əla nəfyil cins. İkincidə dəlalət edəmir ki, cinsi nəfi eləsin. Bəl yoxtəməl, bəlkə ehtimal vardı, ən təkuna nəfyil cins, ola bilər cinsi nəfi eləmək üçün olsun və yoxtəməl ən təkuna nəfyil fərd, ola bilər fərdi nəfi eləmək üçün olsun. Yəni, hər şey ehtimal vardı. Həm cins, həm qeyri cins. Və heynə izin, əgər la müşəbbihəti bileysə olarsa, yəcuz ən yuqal. Demək olar, la rəculun fiddar, evdə bir kişi yoxdur. Bəl rəculan, bəlkə iki kişi vardı. Bəs la müşəbbihəti bileysi ilə fərdi də nəfi eləmək olar. Yəni, müfrədi nəfi eləyirsən. Təsniyə cəmi nəfi eləmirsən. Amma la nəfi eləyirsən, yalnız və yansız cinsi nəfi eləmək üçündür. Şurutu əməli la ən-nafiyyət lil cins. Cinsi nəfi eləyən la'nın əməlinin şərtləri. Buyurur ki, la hazihi tə'məlu bi səlasəti şurutin. Bu la, yəni la nafi eləyən cins, əməl edir 3 şərt əsasında. 1. Ən la təqdərinə bi hərfil cər. Cər hərfinə yaxın olmasın. Ən yəkuna ismuha və xəbəruha nəkirətin, ismi və xəbəri nəkri olsun. 3. Ən la yəfsulə, la yufsələ beynə la və ismiha, la ilə ismi arasında fasilə düşməsin. Bu 3 şərt əsasında buyurur. Və əleyhi buna əsasən, in fuqidə şərtul əvvəl, əgər əvvəlinci şərt aradan gedərsə, yəni əvvəlinə cər gələrsə, bətələ əməluha, bu surətdə la'nın əməli batil olur və vəcəbə xafsun nəkrə, nəkrəyə cər vermək burada vacib olur. Və təqulu, deyirsən, ci'tu bila zadin. Diqqət elə, la burada nafiyel cinsdir. Amma əməlinin şərti ki, cər gəlməsin, ona əməl olunmadı. Ba gəldi əvvəlində, ba gəldiyini görə la əməl eləməyəcək. Ba gəlib cər verəcək özündən sonrakine. Fəla fil misal, bu misalda la fil misal, zaidətun filə əməl, əməldə zaiddir, yəni əməl eləməyəcək. Lal məna öz yerində qalıb, amma əməl eləməyəcək. Və tüsəmma billah-in nafiyyətil muhmələ. Bu surətdə bu la'nın adını la-in nafiyə muhmələ deyirlər. Yəni la'dır, nəfi eləyir, cinsi də nəfi eləyir, amma muhməldir, əməldə ləğv olub. Burada zadim, ci'tu bila zadim, zadin məcrurun. Carin də məcrurdur, nə ilə? Bir bail məiyyə.
Vəl cari məl məcrur mütəəlləqun bi fiilin ammin məhsubun. Harda cari məcrur varsa mütəəlləqdir bir dənə fiilə. Burada fiil nədir? Burada fiil ammıdır, ümumi fiillərdəndir ki, həsf olub, kainəndir ki, halun ənil fail, faildən hal gəlib. Çünki bilirik də hal bəhsində də inşallah oxuyacaq. Hal failin necəliyin, bəzən də məfulun necəliyin bildirir. Burada ciitu gəldim. Hansı halda gəldim? Bila zadin. Yəni ciitu kainən bila zadin. Gəldim bir halda ki, zadim tuşəm, yol tuşəm yoxdur. Pəs birinci şərt budur ki, gərək cər hərfi əvvəlində gəlməsin. Cər hərfi gəlsə, cər əməl eləyəcək. La əməldən düşəcək. Amma iki dənə ikinci şərt və üçüncü şərt. İsim və xəbərin nəkirə olmağı, la ilə isim arasında fasilənin olmaması. Bu ki, və in fuqidə əhədü şərteyinil əxiriyin, əgər iki dənə axırıncı şərtlərdən biri aradan gedərsə, bu surətdə də bətələ əməluha. Bu surətdə də əməli batil olacaq. La əməl eləməyəcək. La əməl eləməyəcək ki, heç və ləzmə təkrarullah mə isim naxər. Bir dənə isimdən lanı gərək biz təkrar eləyək. Yadımızda saxlayaq. İkinci və üçüncü şərtə əməl olunmasa, əməlin batil olmağından əlavə gərək la təkrar olunsun. Misala diqqət edin. Fətəqulu la zeydun fiddari və la əmrun. Burada zeydun oldu. Burada biz la əməl eləmədi. Niyə əməl eləmədi? Çünki zeyd mərifədir. Elə bu baxımdan əməl etmədi. Bundan əlavə ikinci landa başqa bir isimdən biz təkrar edirik. La zeydun fiddar və la əmr. Nə zeyd evdir, nə əmr. Yəni bunu demək istəyir ki, əgər lanın ismi mərifə olarsa, bu həqiqətdə artıq əməl etməyəcək və bunu o yerdə deyirlər ki, iki dənə mərifəni nəhy edirsən. Lanın bir yerdə, la zeydun fiddar və la əmr. Və ikinci misala diqqət edin, bu üçüncü şərtin olmamasına işarədir. Və la fiha rəculun və la imrətun. Bu misalda düzdür. Birinci və ikinci şərt var. İsmi nəkirədir. Amma burada fiha lanla rəcul arasında, lanla onun isim arasında fasilə düşüb. Fasilə düşdüyünə görə əməli itdi ki, heç rəculun oldu, rəculə olmadı. Başqa bir isimdən lanı təkrar elədik. Pəs fəəleyhi buna əsasən la-ul ula fil misali nafiyyətun lil-cins. La nafiyəli cinsdən çıxmır. Birinci la zeydun fiddar və la fiha rəculun. Birinci la burada həmin nafiyə cinsdir. Lakin muhmələtun əməldən ləğv olub. Və yu'rabul musnəd ilayhi fiha mübtəda. Burada musnədun ilayhi mübtəda olaraq e'rablanacaq. La zeydun, yəni zeyd burada mübtədadır. Artıq deyəməyəcəyik ki, la zeyd burada lanın ismidir. Çünki əməl eləməyib ki. Vəl car vəl məcrur orada fiddar fiha mütəəlliqun bi fiilin ammin, bir də ümumi fiil mütəəlliqdir məhzufun. O nədir? Mövcudun kəlməsidir ki, bu mövcudun da xəbərun lil mübtəda. Zeydun mübtəda, fiddar cari məcrur mütəəlliqdir mövcuda, mövcudun da xəbərdir ki, həsf olunub. Bəs ikinci la nədir burada? İkinci la burada təkid üçündür. Və la əs-saniyə, la əs-saniyə fihima hər ikimiz misalda zaidətun təkidiyyətun. Yəni deyə bilərim la zeydun fiddarı və əmrun. Amma la gətirilir burada həm təkidi bildirilir, həm də zaid kimi gətirilmişdir. Bu da la nafiyə cinsin əməlinin 3 dənə şərti. Cər hərfi olmamalıdır. Həm ismi, həm xəbəri nəkirə olmalıdır. La və ismi arasında fasilə düşməməlidir. Əqsam-ı ismi la ən-nafiyə lil-cins. La nafiyə cinsin isminin qismləri. Bu ki, ismi la ən-nafiyə lil-cins əla səlasətə əqsamin. La nafiyə cinsin 3 qismi var. Müfrədun, dedim müfrəd burada təsniyə və cəmi müqabilində deyil. Müfrəd burada muzaf və şibh muzafın müqabilindədir. Bu baxımdan deyir ki, la nafiyə cinsin ismi 3 qismdir. Müfrəddir və muzafdır və şəbihun bil muzaf. Özü məna edir. Burada müfrəddən məqsəd nədir? Çünki müfrəd təsniyə cəmin də müqabilində ola bilər. Demək istəyir ki, xeyr. Mən müfrəd deyəndə, yəni muzaf və şibh muzaf deyil. Vəl muradu minəl müfrəd. Müfrəddən məqsəd burada ma kana qeyra muzafin və la müşəbbəhin bihi. Nə muzaf olmasın, nə şibh muzaf olmasın. Əgər müfrəd olarsa bunun hökmü nədir? Bu ki, və hukmuhu ən yubna əla əlamətin nəsb. Əgər la nafiyə cinsin ismi müfrəd olarsa, yəni muzaf və şibh muzaf olmazsa, məbni olacaq əla əlamətin nəsb. Nəsb əlaməti əsasında. Nə kimi? Kəl-fəthəti Finəh la rəculə fiddar. Görürsən, burada məbni bər fəthidir. Və la ricalə fiddar. Və diqqət edin bu misal, nə üçün bu misalı vurdu? Bizi çaşdırmasın, la ricalə fiddar. Sən deyə bilirsən, bu müfrəd deyil axı. Bu cəmdir.
Biz bilirik cəmdir. Müfrəd dedi, yəni muzaf deyil, şibh muzaf deyil. La ricalə fiddar. Bəzən məbni olar əla əlamətin nəsb kəlfəthə, bəzən də vəl kəsrə fi nəhvu la cahilat muhtərimat. Əgər əlifti ilə cəm bağlananda onun fəthəsi nə ilə gəlir? Kəsri ilə gəlir. Burada kəsrə üzərində məbni olub. Bəzən də məbni olur ya üzərində. Kəl ya fi nəhvu la rəculəyni hazirani. Bəzən də ya gəlir cəmdə la müstəhidən məhrumun. Bu neçə dənə misalın hamısında diqqət edək. Hamısında bizim la'nın ismi nədir? Müfrəddir. Müfrəddir, yəni təsniyə deyil. Müfrəddir, yəni üzr istəyirəm. Müfrəddir, yəni muzaf deyil. Müfrəddir, yəni şibh muzaf deyil. Təsniyə də olsa müfrəd hesab olunur, cəm də olsa muzaf hesab olunur. Bunu o qədər təkrar edirəm ki, yəni məqsədim budur, bunu heç qarışdırmayaq. Biz müfrəd deyəndə bu bəhsdə, yəni muzaf və şibh muzaf deyil. Bəs əgər belə deyək, əgər la-i nafiyə cinsin ismi muzaf və şibh muzaf olmazsa, nəsb əlaməti əsasında məbni olacaq. Nəsbin bir əlaməti fəthədir, nəsbin bir əlaməti kəsrədir, nəsbin bir əlaməti də yadır. Biz oxumuşduq İrabil isimdə. İsmin irablarında demişik, nəsb əlaməti bəzən fəthə ilə gəlir, bəzən kəsrə ilə gəlir, bəzən də ya ilə gəlir. Ya harda gəlir? Təsniyə ilə cəmdə. Fəthə harda gəlir? Müfrəddə. Kəsrə harda gəlir? Cəm müənnəsi salimdə. Bu o surətdədir ki, la inafil cinsi ismin olsun, muzaf və şibh muzaf olmasın. Amma vəl muradı minəl muzaf ma uzifə ilə ma bə'dəhu. Muzafdan məqsəd o şeydir ki, izafə olunub özündən sonrakını. Nə kimi? La gulamə rəculun fiddar. Kişinin qulamı evdə deyil. Vəl muradı min şəbihil muzaf. Şəbihil muzafdan məqsəd nədir? Ma ittəsilə bihi şeyun. Bir şey ona müttəsildir min tamamı məna. Yəni onun mənasını tamamlayan bir şey ona müttəsil olub. Bəzən fail ola bilər, bəzən naibi fail ola bilər, özü deyil. Və zabituhu zabiteyi o. Nəyin zabidəsi? Yəni şibh muzafın zabidəsi. Budur ki, ən yekuna amilən fîmâ bə'dəhu. Bir isimdir ki, özündən sonrakında əməl edir. Necə? Bi ən yekuna ma bə'dəhu failən ləhu. Özündən sonra gələn onun faili olur. Misala diqqət edin. La qəbihən xulquhu hazirun. Burada qəbihən muzaf deyil. Müfrəd də deyil. Bəlkə şibh muzafdır. Niyə şibh muzafdır? Özündən sonraki onun failidir. La qəbihən xulquhu. Deyil onun la qəbihən xulquhu hazirun. Əxlaqı qəbih olan burada hazır deyil. Burada deyir la nafiyelil cins qəbihən onun ismidir, xulquhu onun failidir, hazirun onun xəbəridir. Bu tərkibə də diqqət edin. Əv naibə failin. Bəzən də şibh muzafa misal naibi fail ola bilər. Özündən sonra gələn onun naibi faili olur. Nə kimi? La məzmumən fi'luhu indəna. Fiili məzəmmət olunmuş bizim yanımızda deyil. Tərkib eləyək. La nafiyelil cins məzmumən onun ismidir. Feiluhu məzmumənin naibi failidir. İndana da onun xəbəridir. Əv məf'ulən bihi. Bəzən də məf'ulun bihi olar. Yəni özündən sonra gələn şibh muzafın nə idi? Məf'ulun bihidir. La taliən cəbələn hazirun. O dağa tulu eləyən hazır deyil burada. Tərkib eləyək. La nafiyelil cins taliən onun ismidir. Cəbələn taliənin məf'ulun bihidir. Hazirun da lanın xəbəridir. Əv zərfən yetəəlləqu bihi. Bəzən zərf olar özündən sonra gəlir, ona mütəlləq olar. Nə kimi? La musafirən əl-yevmə hazirun. Bugün musafir hazır deyil. Tərkib eləyək. La nəfil cins, musafirən onun ismidir. Əl-yevmə zərfdir, ona mütəlləqdir. Musafirə mütəlləqdir. Hazirun da lanın xəbəridir. Əv carən və məcrurən yetəəlləqu bihi. Bəzən də cari məcrur oluşu ona mütəlləq olur. Nə kimi? La rağibən fiş-şərri hazirun. Şərrə rəğbət eləyən yoxdur bizim yanımızda. La nafiyə cins rağibən onun ismidir. Fiş-şərri cari məcrurdur, mütəlləqdir rağibənə, hazirun da onun xəbəridir. Buyurur ki, burada bu axırıncı iki misalda fəl-yevm və fiş-şər, bu iki misalda əl-yevmlə fiş-şər kəlməsi fil misaleynil əxirin, axırıncı iki misalda mə'mulan ilə ismi la, lanın isminin mə'muludur. Elə o birislərdə də mə'mul idi. Lakin burada cari məcrur zərfdir. Lima mərrə minənnə zərf vəl cari vəl məcrur demişdik ki, zərf və cari məcrur mə'mulan li mütəlləqihima. Zərf və cari məcrur özünün mütəlləqinə mə'mul olur daimən. Bəs diqqət edək, la'nın ismi bəzən müfrəd olur, yəni muzaf və qeyri-muzaf, şibh muzaf olmur.
Bəzən də muzaf olur, bəzən də şibh muzaf olur. Şibh muzafdan neçə dənə misal vurduq. Əgər müfrəd olsa dedik i'rabı nəsb əlaməti üzərindən olmalı, məbni olmalıdır. Amma əgər muzaf və şibh muzaf olarsa, i'rab olacaq mənsub. Və hukmul ismil muzaf və şəbihil muzaf. Əgər isim muzaf olarsa və şəbih muzaf olarsa, onun hökmü budur ki, ən yəkuna mü'rəbən mənsubən. Mü'rəb olacaq özdə nəsiblənmiş halda. Kəma mərra fil əmsiləti sabiqə. Necə ki, bu misalların hamısında bunlara hər birinə bir dənə misal vurdu. Və sallallahu ala seyyidina və nəbiyina Muhammed və alihi tahirin.